Mart ayında Misir Hərbi Hava Qüvvələrinə məxsus Antonov nəqliyyat təyyarəsi Ermənistanın hava məkanından keçərək Azərbaycanda hava limanına enib. Qlobal Info xəbər verir ki, bu iddia ilə Sputnik Ermənistan çıxış edib. Nəşr yazır ki, qeyri-mülki təyyarələrin Ermənistan üzərindən uçuşu üçün icazə tələb olunur. Sputnik Ermənistan məsələyə aydınlıq gətirmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb. Ermənistan Xarici İşlər Nazirliyi bunun tranzit uçuşu olduğunu təsdiqləyib. 31 yanvar 2025-ci il tarixində rəsmi Qahirə martın 3-dən 6-sına dək Misir-Qırğızstan-Misir istiqamətindən uçuş zamanı Ermənistanın hava məkanından tranzit keçid üçün Xarici İşlər Nazirliyinə rəsmi ərizə ilə müraciət edib. Misir tərəfinin məlumatına görə uçuş Qırğızstanda hərbi təlimlərdə iştirak etmək üçün həyata keçirilib. Həmin təyyarə Azərbaycana endikdən sonra qeyd edildiyi kimi Qırğızstan istiqamətində uçuşu davam etdirib. Təyyarənin sadəcə yanacaq doldurma məqsədi ilə Azərbaycana enə biləcəyi güman olunur. Yəni uçuş sadəcə Misir və Qırğızstan arasında həyata keçirilib deyə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. Erməni mətbuatı yazır ki, təyyarənin Ermənistan üzərindən keçib Azərbaycana istiqamətlənməsi ermənilərdə təşvişə səbəb olub. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.